Mən kimə nə qalmışam, mən kimə ilişmişəm, kimin əppəyinə dəymişəm, kimin əppəyinə dəyir. Mən bura bir mışıq pul döymüşəm. 6.000 mən bura pul xaçlamışam, 6 qəpik qazanmamışam. İndidən bunu belə eləyirlər, mən də bu polisə də müraciət eləmişəm, heç kim mənim işimə baxmır. Budur da vəziyyətimiz. Yaş ağaçdır, bax görürsünüz, baxın da, bax, baxan bilən ağac saxlayan bilir də, yaş ağaçdır, bax. Kəsilib də. Ucar rayonu Alpı kənd sakini Elvin Məmmədov ötən il alça bağı salmaq məqsədi ilə 302 ədəd ağac əkib. Lakin bu ilin dekabr ayında naməlum şəxs və şəxslər tərəfindən bağa hücum edilib. Hadisə zamanı təxminən 50-yə yaxın alça ağacı məhv edilib. Ağacların bir qismi kökündən çıxarılıb. Bax görsən bıçaqdırmı, qaçıdırmı, bax hamısı kəsiblər. Deyir, kəsənmədiyində bax fikir verirsən zədəlik. Deyir, bax burasıdır, burasıdır. Bunların hamısını zədəlik, bunların hamısını qoturuyacaq, bax. Bağ sahibi bildirir ki, baş verən hadisə onu ciddi şəkildə narahat edir. O, digər ağaclara da ziyan vurula biləcəyindən narahatdır. Elvin Məmmədovun sözlərinə görə, bağa dəyən ümumi maddi ziyan təxminən 1500-2000 manat arasındadır. Bağ sahibi hadisə ilə bağlı dekabr ayının 21-də hüquq mühafizə orqanları müraciət etdiyini, lakin hələlik nəticə əldə olunmadığını qeyd edir. Qardaş, bax, mənim alça bağımın şinliyini atıblar. Bax, konkret buranın vaynaq veriblər. Mən meyvəmə gecikdiriblər. Bax, sığortaya məlumat vermişəm, polisə məlumat vermişəm. Heç birindən bir səs soraq yoxdur. Mən bilmirəm dərdimi kimə deyir. Heç bir düşmanım yoxdur sizin başınıza. Mən kimə nə qalmışam? Mən çoban adamım. Nə olsun bağım var 3-4 yerdə. Mən çoban adamım. Mən kimlə nə düşmançılıq apara bilərəm? Mən başımı salı başa əppəyimi qazanan adamım. Mən cəmaatla nə işim var? Nə vaxt əkmişsən bu ağacları? Bir ildir ki, meyvəyə hazırdır mənim ağacım. Mənim meyvəyə hazır vəziyyətdədir. O kəsilənlər getdi, yəni bir ildə getdi onlar yəni şeydir. Mən təkcə heç nə istəmirəm. 6.000 bura pul qoymuşam. Gündə də 4 gün burada fəhlə işləyir. 60 manat fəhliyə verirəm həftəyə. 40 manat da taksi verir, 100 manat. Dövlətim mənim ağrımı tapsın versin. Mən heç nə istəmirəm axı dövlətdən. 1 manat da pul istəmirəm. Mən istəyirəm ki, mənim ağrımı tapsın versin. Görüm mən ilişən kimdir, mənim ağacımla bunun nə işi var. Bu dövlətimiz deyir ki, hamıya yaşıllaşma eləyən, hamı bağ salsın, rahat işləyən. Belədir. Dövlət bunu deyir ki, get kəs tökür ha. Belə olmaz axı sizin başınıza dönüb. Kökündən çarptığı da var, kökündən çarptığı azdır. Ancaq bir il ağacımı gecikdirib də, qırxıb töküb də yerə. Bir il meyvə gətirməyə ağacım hazır deyir. O kəsilən ağaclar meyvə gətirə bilməz bir il. Ancaq başqa ağacların hamısı meyvə gətirəcək. Onlar gətirə bilməz, amma məni gecikdirir. Mənə deyir ki, get kimsə qapısına xambal işlə. Bunun fikri o, mənə sataşan o deyir ki, get kimsə qapısına xambal işlə. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib ki, qeyd edilən məsələ ilə bağlı əraziyə baxış keçirilib və vətəndaşın izahatı alınıb. Tədqiqat araşdırmaları davam etdirilir. Nizami Rəsulov, Aqil Əsədov, xüsusi olaraq Dinas TV üçün. Nə qalmışam, kimə nə qalmışam? Bax, mənim ağacımın bir 40-50 dənəsini bax, eləyib də bu vəziyyətdə. Baxın da, burada gəlib qəssi bu. Bax, bunu nə ilə eləmək olar? Bu kişi açıq-aşkar gəlir burada mənə ilişməkdə, bunun başqa yolu var.